Salam əziz dostlar, biz bu videoda sifət bölməsinin izahına, həmçinin sifət düzəldən leksik şəkilçilərin ümumiliyinə baxmış olacağıq. Demək, sifət əşyanın əlamət və keyfiyyətini bildirən əsas nitq hissəsidir. Necə, nə cür, hansı suallardan birinə cavab verir və ümumi qrammatik mənası da əlamət və keyfiyyət bildirməkdir. Demək, əlamət dedikdə onun xarici xüsusiyyətləri nəzərdə tutulmuş olur. Yəni, əşyanın xarici xüsusiyyətləri onun əlamətidir. Xaric sözünün yerinə biz zahiri sözünü də istifadə edə bilərik. Yəni, zahiri xüsusiyyət dedikdə əlaməti nəzərdə tutmuş olur. Demək, əşyanın rəngi, tutaq ki, eni, demək, uzunu və s. Yəni, gözlə görə bildiyimiz xarici xüsusiyyətləri onun əlaməti hesab olunmuş olur. Yəni, burada tutaq ki, yaşlı insan deyəndə biz insanın belə deyək də, yaşlı, cavan olmasını baxıb görə biliriksə, bu onun əlaməti hesab olunmuş olur. Qırmızı alma deyəndə biz almanın rəngini baxıb görüb müəyyən edə bilirik. Bu onun əlaməti hesab olunmuş olur. Yaxud armudu stəkan dedikdə biz stəkanın formasını baxıb görüb müəyyən edə bilirik. Yəni, baxaraq, görərək müəyyən etdiklərimiz onun əlaməti hesab olunmuş olur. Keyfiyyət isə demək, əlamətin əksi olaraq baxaraq müəyyən etmədiyimiz xüsusiyyətlərdir. Yəni, onun daxili xüsusiyyətləridir. Biz bunu baxaraq müəyyən edə bilmirik. Bura ola bilər xarakter, ola bilər dadı və s. Yəni, bunlar onun keyfiyyəti hesab olunmuş olacaq. Tutaq ki, yaxşı xarakter. Yaxşı xarakter dedikdə, biz xarakterin yaxşı olduğunu baxaraq müəyyən edə bilmirik. Ona görə bu onun keyfiyyəti hesab olunmuş olur. Yaxud dadlı, yemək. Biz baxaraq müəyyən edə bilirikmi bu dadlıdır, dadsızdır? Xeyr, baxaraq müəyyən edə bilmirik. Demək, bu onun keyfiyyəti hesab olunmuş olur. Yəni, ümumi olaraq, baxaraq müəyyən elədiyimiz xüsusiyyətlər əşyanın əlaməti, demək, bunun əksi olaraq, belə deyək, görmədiyimiz, yəni daxili xüsusiyyətlər isə onun keyfiyyəti hesab olunmuş olur. Demək, bundan sonra sifətin quruluşca növləri var ki, sifətin də digər nitq hissəsi kimi quruluşca 3 növ var: sadə, düzəltmə və mürəkkəb. Sadə olduqda, demək, söz bir kökdən və yaxud da ki, kök və qrammatik şəkilçi və ya şəkilçilərdən ibarət ola bilər. Tutaq ki, yaxşı dedikdə necə bir kökdən ibarətdir, yaxud da ki, yaxşılar dedikdə yaxşı yenə bir kök, lar da ki, qrammatik cəm şəkilçisi. Yəni, qrammatik şəkilçisi demək, sözün nitq hissəsini dəyişmir. Demək, bunlar sadə söz hesab olunmuş olur. Yaxud deyək ki, gözəl bir kökdən ibarətdir. Gözəllər imis deyəndə bir kök, gözəllər imis. 2 qrammatik şəkilçisindən ibarətdir. Bunların hər biri sadə sifət hesab olunmuş olur. Demək, düzəltmə sifətlər isə mütləq bir kökdən və ən azı bir leksik şəkilçisindən ibarət olmalıdır ki, biz ona düzəltmə sifət demiş olaq. Demək, düzəltmə sifətlər 2 yolla yaranmış olur. Bir, adlara leksik şəkilçilər qoşaraq düzəltmə sifət yaratmış olduq. İkincisi isə feillərə leksik şəkilçilər qoşaraq düzəltmə sifət yaratmış oluruq. Demək, bu leksik şəkilçilərin bəziləri ortaqlıq təşkil eləmiş olur. Yəni, elə leksik şəkilçi var ki, isim və sifət düzəltmiş olur. Elə leksik şəkilçi var ki, isim, sifət və feil düzəltmiş olur. Elə leksik şəkilçi də var ki, demək, sifət və feil yaratmış olur. İndi isə, demək, bu leksik şəkilçilərin bir-birindən fərqləndirmə qaydalarını öyrənmiş olacaq. Demək, bu leksik şəkilçilərdən birincisi L+4 leksik şəkilçisidir ki, bu həm isim, həmçinin də sifət yaratmış olur. Yaxşı, bunları bir-birindən necə fərqləndirək? Demək, isim yaratdıqda L+4 demək, insan anlayışı bildirmiş olur. Yəni, insan anlayışı bildirmiş olur. Və biz L+4-ü dan plus olanla əvəz edə bilərik.
Tutaq ki, kəndli. Kəndli deyəndə insan anlayışı bildirmiş olur və biz buradan demək lini silib kənddən olan mənası ifadə eləyə bilərik. Yəni dan plus olan. Bunu əvəz eləyə biliriksə bu isim yaratmış olacaq. Yaxud demək şəhərli dedikdə insan anlayışı bildirmiş olur. Buradan lini silib şəhərdən olan demək əvəz eləyə biliriksə, demək bu demək isim yaratmış olacaq. Bu sifət yaratdıqda isə bunu 3 yolla müəyyən eləmiş olarıq. Yəni bu sizə hansı uyğun olsa, ondan da yadda saxlamış olarsınız. Yəni birincisi biz onu sifət olduğu üçün onu çoxaltma dərəcəsində işlədə bilirik. Yəni çoxla işlədə bilirik. İkinci yol demək onun öz antonim şəkilçisi olan sız şəkilçisi ilə əvəz eləyə bilirik. Üçüncüsü yolda ki, yəni isimdə dan plus olan idi, sifətdə isə sadəcə olan ifadəsi ilə əvəz eləyə bilərik. Yəni bu 3 yolla müəyyən etmiş oluruq. Tutaq ki, dadlı sözüdür. Bu sözü dadlı sözün sifət olduğunu müəyyən eləmək üçün çoxaltma dərəcəsində işlədək. Tutaq ki, deyirəm çox dadlı. Yəni biz bunu çoxaltma dərəcəsində işlətmiş olduq. Çox dadlı. Yaxud deyirəm ki, bunun öz antonim şəkilçisi olan sızla əvəz eləyək. Dadsız deyə bilirik. Demək sifətdir. Yaxud da ki, sadəcə olanla ifadə eləyə bilərik. Dadı olan. Mənası ifadə etdik. Demək bu nədir? Əminliklə deyə bilirik ki, bu sifətdir. Demək bu yolla ifadə olunmuş olur. Demək sonra hansı şəkilçi gəlmiş olur? Yəni bundan sonra gəlir 2/4 şəkilçisi. Demək 2/4 şəkilçisi zaman bildirən sözlərə, zaman zərflərinə qoşulduqda sifət yaratmış olur. Tutaq ki, dünən sözü zaman zərfidir, amma biz buna gətirib dünənki leksik şəkilçisini qoşsaq bu sifət olmuş olacaq. İndi demək zaman zərfidir. Biz buna gətirib demək şəkilçisini qoşsaq bu sifət düzəltmiş olacaq. Yəni zaman bildirən sözlər və zaman zərflərinə şəkilçisini qoşmaqla demək sifət yaratmış oluruq. Diqqətli olaq. Demək bu gün ayrı yazılır. Amma bu günkü bitişik yazılmış olur. Və bu demək düzəltmə söz deyil, düzəltmə sifət deyil. Bu demək mürəkkəb sifət hesab olunmuş olur. Çünki 2 kökdən ibarətdir. Yəni buna biz düzəltmə sifət deməyək. Sonra gəlir dakı şəkilçisi. Demək dakı şəkilçisi 2 variantlı şəkilçisidir. Bunu da deyim ki, əgər şəkilçi demək açıq saitlə başlayırsa ona 2 variantlı şəkilçisi, yox qapalı saitlə, yəni I+4 ilə başlayırsa biz ona 4 variantlı şəkilçisi demiş oluruq. Demək, dakı şəkilçisini biz həmişə bir leksik şəkilçisi kimi götürürük. Yəni da və ki deyə parçalamırıq. Parçalasaq yanlış hesab olunmuş olacaq. Və dakı şəkilçisi yalnız sifət düzəltmiş olur. Tutaq ki, şəhərdəki formasına getmiş olur. Şəhər sözün kökü dəki də leksik şəkilçisi hesab olunmuş olur. Yaxud həyətdəki formasında leksik şəkilçisi hesab olunmuş olur. Yəni bu sifət düzəltmiş olur. Və bunu da deyim ki, ki və dakı demək şəkilçilərlə düzələn sifətlər sifətin ancaq adi dərəcəsinə hesab olunur. Yəni bu ki və dakı ilə düzələn sifətlər sifətin azaltma və çoxaltma dərəcəsində işlənmir. Və yalnız hansı sualına cavab vermiş olur. Yəni bundan başqa necə nə üçün sualına cavab vermir. Yalnız hansı sualına cavab vermiş olur. Digər şəkilçimiz isə demək L+4 şəkilçisidir. Bu şəkilçi də 3 nitq hissəsi yaratmış olur. İsim, sifət və zərf. Demək nitq hissəsini yaratmış olur. İsim yaratdıqda mücərrəd mənalı sözlər və yaxud da sənət peşə mənası bildirən isimlər yaratmış olur. Tutaq ki, analıq hissi.
Analıq hissi deyirəm. Burada bu mücərrəd mənalı isimdir analıq sözü. Yəni bu hiss olaraq mücərrəd yaxud atalıq hissi, bacılıq hissi, qardaşlıq hissi, insanlıq bunlar mücərrəd mənalı isimlər hesab olunmuş olur. Yaxud müəllimlik, həkimlik, bunlar isə demək sənət peşə bildirən isimlər yaratmış olur. Yəni isim düzəltdikdə nə oldu? Bir mücərrəd mənalı isim yaratmış oldu, bir də sənət peşə mənası bildirən isim yaratmış olur. Sifət yaratdıqda isə əsasən uzun müddətli, yəni bu zaman baxımından uzun müddətli sözlərə qoşulmuş olur. Bu ola bilər dəqiqə, ola bilər gün, saat, demək ola bilər həftə, ola bilər ay, il. Bu tipli demək zaman mənalı uzun müddətli sözlərə qoşulduqda demək sifət yaratmış olur. Tutaq ki, deyirəm günlük, günlük iş deyəndə burada nə yaratmış olur? Burada sifət yaratmış olur. Yaxud saatlıq, saatlıq iş, saatlıq maaş formasında aylıq, illik, günlük bunlar isə nə olmuş oldu? Sifət yaratmış oldu. Zərf yaratması biraz bunlara baxanda rahat olmuş olur. Yəni zərf yaradanda belə zaman zərfi yaratmış olur. Yəni zaman zərfinə qoşulur və zaman zərfi yaratmış olur. Yəni hələ zaman zərfi var. Tutaq ki, ona hələlik deyəndə yenə zaman zərfi yaratmış olur. Hələlik. Yaxud həmişə zaman zərfi var. Həmişəlik deyəndə də düzəltmə zaman zərfi olmuş olur. İndi demək zaman zərfi var. Buna lik qoşanda düzəltmə zaman zərfi hesab olunmuş olur. Yəni zərf düzəltdikdə demək zaman mənalı zaman zərflərinə qoşulur və yenə düzəltmə zaman zərfi yaratmış olur. Bu da belə. Demək bundan sonra gəlir bir varımızdır. U üstü 4 şəkilçisi. Bir varımızdır. Demək I V şəkilçisi. Demək bunların fərqi bu demək U üstü 4 şəkilçisi 4 variantlıdır. Əlamət bildirir. Əlamət bildirmiş olur. IV şəkilçisi bir variant şəkilçisidir. Bu isə keyfiyyət bildirmiş olur. Keyfiyyət bildirmiş olur. Demək biz burada U üstü 4-ü demək həm müxtəlif nitqçilər yarada bilər. Yəni bu demək bir də buradan yazaq. U üstü 4 yarada bilər, isim yaradır. Yarada bilir tutaq ki, sifət, yarada bilir feil. Feil yaratmış olur. Yəni leksik şəkilçisi olaraq 3 nitq hissəsi yaratmış olur. İsim yaratdıqda tutaq ki, qorxmaq feilinə qoşulur. Qorxu isim yaratmış olur. Yaxud sancmaq feilinə qoşulur. Demək sancı isim yaratmış olur. Yəni feilə qoşularaq isim yaratmış olur. Burada isimdir. Demək sifət yaratdıqda isə tutaq ki, burada dedik əlamət bildirmiş olur. Tutaq ki, armud, armudu nədir? Forma bildirmiş olur, yəni əlamətdir. Yaxud deyək ki, gümüşü, tutaq ki, qaşıq deyirəm. Qaşıq burada nədir? Rəng bildirmiş olur. Yəni burada birbaşa əlamət bildirmiş olur. Bir də feil yaratmış olur. Feil yaratdıqda isə demək bu həm adlardan feil yarada bilər, həm də demək feildən feil yarada bilər. Feil yaratdıqda tutaq ki, turş sifətinə demək u qoşaraq turşumaq demək feili yaratmış olduq. Yaxud da ola bilər məsəl üçün qazımaq feilinə u qoşaraq qazınmaq demək feili yaratmış oluruq. Demək u üstü 4 3 dənə nitq hissəsi yaratmış oldu və sifət yaradan nə oldu? Əlamət bildirmiş oldu. Sonra IV isə demək dedik ki, sifət yaratdıqda keyfiyyət bildirmiş olur. IV demək bu həm isim yarada bilir, isim, həm də sifət yarada bilir. İsim yaratdıqda belə də yenə insan anlayışı bildirən isim yaratmış olur. Sifət yaratdıqda isə demək keyfiyyət bildirmiş olur. Tutaq ki, Xaqan, Xaqani. Xaqani sözü Xaqan sözündəndir və i də orada demək leksik şəkilçisidir, bir variant şəkilçisidir və burada isim yaratmış olur. Yaxud Gəncəvi. Burada Gəncə demək sözündəndir. Demək vi də leksik şəkilçisi hesab olunmuş olur. Demək burada nə oldu?
isim yaratmış oldu. Sifət yaratdıqda isə dedik ki, keyfiyyət bildirmiş olur. Tutaq ki, elmi, yəni nədir? Elmə aid olan. Yəni sifət yaratdıqda həm də demək plus olan mənası ifadə eləmiş olur. Məsələn, elmi, elmə aid olan. Tutaq ki, tibbi, tibbi bu necə ifadə edə bilirik? Yəni tibbə demək aid olan mənası ifadə etmiş olur. Yəni tibbə aid olan mənası ifadə eləmiş olur. Yaxud burada məsələn tarixi də deyə bilərik. Yəni burada da eyni silib tarixə aid olan ifadə eləmiş olduq ki, bunlar nədir? Sifət düzəldən leksik şəkilçilərdir. Demək, bundan sonra bəzi sözlərimiz var ki, yəni belə görünüşcən, zahirən bunlar baxırıq ki, düzəltməyə oxşur, amma onlar düzəltmə hesab olunmayacaq ki, bunlar hansıdır? Tutaq ki, dünyəvi sözüdür, kimyəvi sözüdür, lüğəvi sözüdür, yaxud da ki, əşyəvi sözüdür ki, bunlar demək sadə sözlər hesab olunmuş olur. Yəni bunlara biz sadə söz deyəcəyik. Bunlara düzəltmə söz desək yanlış olacaq. Nəyə görə? Çünki bu tutaq ki, dünya söz olub əvvəlcə. Biz buna gətirib IV şəkilçisi qoşduqda, buradakı demək A şəkilçisi, A saiti daha doğrusu, demək Ə saitinə keçmiş olur. Yaxud kimyəvi, yəni kimya sözündəndir. Kimya sözündəndir. Bu A gəlib keçmiş olur nə Ə. Yəni kökdəki saiti bu V şəkilçisi dəyişmiş olur. Ona görə də biz bunlara sadə söz hamısına demiş olduq. Tutaq ki, əşya, əşyəvi mənasını ifadə eləmiş olur. Bunlar sadə söz hesab olunmuş olur. Demək, bundan başqa, məsəl üçün, dar şəkilçisi var, kar var və keş şəkilçisi var ki, bunlar da həm isim, demək, həm də sifət bildirmiş olur. Yəni, bunlar əgər, yenə deyirəm, sənət, peşə mənası ifadə eləmiş olsa, bu isim hesab olunmuş olacaq. Yox, əks halda isə sifət hesab olunmuş olur. Məsələn, mən desəm ki, hökmdar, bu olacaq isim. Ancaq mən desəm ki, əməkdar, bu isə olacaq sifət. Yəni bir sənət peşə bildirmədiyi üçün sifət olmuş olacaq. Yaxud məsəl üçün karla desək, məsələn mən sənətkar desəm, bu bir sənət peşə bildirdiyi üçün bu isim olacaq. Amma məsələn mən füsunkar, nəğməkar desəm, bunlar isə sifət olmuş olacaqdır. Demək, adlardan sifət düzəldən şəkilçilərdə ortaqlıq təşkil edən bunlar idi. Əsas bunlardır. Sonra feildən sifət düzəldən şəkilçilər var ki, bunların içində əsas problem yaradan ağan, demək, əyən şəkilçisidir ki, bu şəkilçi, demək, ağan versiyası problem yaratmır. Tutaq ki, deyirəm ki, tutaq ki, ağlağan sözü yazaq. Məsələn, kök şəkilçilərdir. Ağlamaq sözün kökü ağlağan leksik sifət hesab olunmuş olur. Əsas problem yaradan bu əyən hissəsindədir. Əgər biz sözü kök və şəkilçiyə ayırdıqda əyən formasında leksik şəkilçisi qalırsa, biz ona sifət demiş oluruq. Yox, bu yiyən formasında qalırsa, biz ona feili demək sifət demiş olacaq. Yəni buna biz diqqət eləmiş olaq. Bu zamanda y bitişdiricisi də ən də feil sifətin şəkilçisi olmuş olur. Tutaq ki, güləyən və daha doğrusu ağlayan formasında 2 dənə söz yazmış olduq. Burada kök və şəkilçisi yazsaq gül, demək gül sözün kökü gülməkdən güləyən, əyən bütöv bir yerdə qaldı. Bu oldu nə? Sifət. Amma burada baxsaq, ağla sözün kökü yan bir yerdə qalmış oldu. Demək, biz buna dedik feili sifət. Feili sifət demiş olduq. Bir qaydamız bu yolla da, yəni kök və şəkilçiyə ayıra bildiksə, bu yolla müəyyən edə bildik. Bir qaydamız da, demək, mamə inkar şəkilçisini işlətməkdir. Yəni, bu feil olduqda, feili sifət olduqda inkar şəkilçisini işlənmiş olacaq. Amma sifət olduqda isə inkar şəkilçisi ilə işlənə bilməyəcək. Yəni, o qayda ilə də müəyyən etmiş olarıq. Tutaq ki, güləyən sözünə artırsaq, güləyən alınmır. Tutaq ki, ona artırmaq olmur. Amma ağlayan sözünə, tutaq ki, ağlamayan formasında artırmaq olur. Yəni, feil sifəti artırmaq olur. Amma sifətə isə artırmaq olmur.
Sonra demək var mamə şəkilçisi. Bu mamə şəkilçisi leksik olduqda iki nitq hissəsi yaratmış olur. Bir isim yaratmış olur. Digər isə demək sifət yaratmış olur. Bu leksik variantlardır. Yəni leksik olduqda. Təbii ki, bu qrammatik şəkilçisi olduqda, mamə şəkilçisi qrammatik olduqda bu feil hesab olunmuş olur. Feil və bu qrammatik şəkilçisidir. Demək leksik olduqda tutaq ki, deyirik ki, məsələn vurma, saç. Burada bu sözün kökü vurma, saç. Necə saç? Burada sifət olmuş olur. Yaxud deyirəm ki, hörmət, corab. Burada necə corab? Hörmət corab. Bunlarda sifət yaratmış olur. Amma isim yaratdıqda isə tutaq ki, vurma cədvəli. Dedikdə burada vurma cədvəli düzəltmə demək isim olmuş olur. Yaxud qoşma demək köməkçi nitq hissəsi kimi qoşma. Burada isim hesab olunmuş olur. Bunlarda isə isim. Amma inkar şəkilçisi olduqda isə sözə inkar məzmunu verir və orada hərəkət anlayışı olmuş olur. Tutaq ki, gəl bu təsdiqdə olan feildir. Biz buna mamə qoşanda gəlmə. Burada isə inkar olur ki, yəni bura gəlmə mənası ifadə eləmiş olur. Burada isə qrammatik şəkilçisi olmuş olur. Sonra digər burada çətinlik yaradan şəkilçisi nədir? Bu ək şəkilçisi var. Bunun demək sayta düşmüş versiyası var ki, yəni burada demək q versiyasıdır ki, demək bir bu var. Bir də demək q üstü 4 şəkilçisi var ki, bunun da demək q demək q versiyası var ki, daha doğrusu q versiyası var. Bunlar bəzən bir-biri ilə qarışdırılır. Demək ki, versiyası var. Yəni burada əsas qarışdırılan nədir? Burada qarışdırılan bu ək hissələri deyil. Bu hissələr qarışdırılmır. Bu hissələr qarışdırılır ki, yəni bu sözdə olur q, ki, mən nə bilim bu aqın q'sıdır, yaxud ıqın q'sıdır. Demək bunları aid etməkdə bəzən şagirdlər çətinlik çəkir. Məsələn, bu iki dənə sözə baxsaq, böyüməkdən böyük, titrəməkdən titrək. İndi baxırıq ki, bu iki sözün hər ikisində q-dır leksik şəkilçisi. İndi biz bunu necə müəyyən edirik? Bunu müəyyən etmək üçün özündən əvvəlki sayta baxmaq lazım. Əgər özündən əvvəlki sayt 4 variantlıdırsa, demək bu ıqın q-sı hesab olunmuş olur. Özündən əvvəlki sayt 2 variantlıdırsa, bu demək aqın demək q-sı hesab olunmuş olur. Demək bu yolla bunları müəyyən etmiş oluruq. Sonra demək feildən səhv düzəldən şəkilçilərin içində mas şəkilçisi var ki, demək bu şəkilçisi həm demək sifət düzəldən leksik şəkilçisi kimi, həm də bunu feil kimi düşünsək, demək mas şəkilçisi mamə inkar şəkilçisi, azdakı zaman şəkilçisi hesab olunmuş olacaq. Yəni bunu da yerinə görə müəyyən etmək olur. Məsəl üçün deyirəm ki, dinməz insan. Təbii ki, burada təyinləyici mövqedə olmalıdır ki, bu sifət olsun. Kim insan? Necə insan? Dinməz insan. Burada leksik şəkilçisi olmuş olur. Amma bu hərəkət məzmunu ifadə eləsə, tutaq ki, insan dinməz. Yəni danışmaz. Burada din sözün kökü mamə inkar, əzdəki zaman şəkilçisi olmuş olur. Niyə etməz? Dinməz. Kim insan? Formasına getmiş olur. Yəni bu da yerinə görə müəyyənləşmiş olur. Demək, düzəltmə sifətlər haqqında bu qədər. Bundan sonra gəlir. Təbii ki, burada bir dənə də bunu demiş olaq. Demək, ar şəkilçisi var ki, bu da 3 nitq hissəsi yaratmış olur. Yəni homonim şəkilçisidir. Bu isim, sifət və feil yaratmış olur. Bunu da ki, yenə nümunə üzərindən baxaq. Tutaq ki, isim yaratdıqda bir əşya bildirmiş olur. Tutaq ki, açar sözündə açar nədir? Bir əşyadır da, açmaq feilinə qoşularaq isim yaratmış olur. Sifət yaratdıqda yenə belə deyək, bir təyinləyici mövqedə olmalıdır. Məsəl üçün, tutaq ki, axar su formasında necə su, axar su, burada isə sifət yaratmış olur. Feil də yaratdıqda burada demək, feil yaratdıqda leksik şəkilçisi variantı var. Təbii ki, indi biz burada leksiki deyirmiş olduq. Məsələn, adlara qoşulur, ot isminə qoşularaq otar deyə demək feil yaratmış olur. Burada da feil olmuş olur.
Feildə bir də are deyə zaman şəkilçimiz var. Orada isə təbii ki, qrammatik şəkilçisi olmuş olur. Məsəl üçün gələr formasında zaman şəkilçisi olmuş olur. Yəni məntiqi bundan ibarətdir. Əsas burada sifət olma variantda. Sifət olma variantına biz təyin edici mövqedə olduqda sifət olmuş olacaq. Yox, hərəkət məzmunu bildirdikdə isə bu feil hesab olunmuş olacaq. Mürəkkəb sifətlər. Mürəkkəb sifətlər isə demək iki və daha artıq sözün birləşməsindən əmələ gəlir. Yəni mürəkkəb sifətlər iki yolla yaranmış olur. Birinci yol bitişik yazılanlar, bitişik. İkinci yol isə demək defislə yazılanlar. Yəni iki yolla yaranmış olur. Bu isimlərdə və sifətlərdə eynidir. Yəni bunlarda ayrı yazılmaq məsələsi yoxdur. Demək biz bitişik və defislə yazılanlara əsl mürəkkəb sözlər demiş olduq. Demək, bitişik yazılanlar demək, müxtəlif yollarla yaranmış olurlar. Bitişik yazılanlar iki sadə sözün birləşməsindən yaranır. Bu təbii ki, biri sadə sifət olur, biri sadə isim olmuş olur. Tutaq ki, qara qaş deyirəm. Burada qara sözü sadə sifətdir, qaş sözüdəki sadə isim olmuş olur. İkisi birlikdə demək, mürəkkəb sifət hesab olunmuş olur. Yaxud iki düzəltmə sifətin birləşməsindən yarana bilər ki, məsəl üçün, soyuq qanlı. Burada soyumaqdan soyuq, qandan da qanlı sifət yaranmış olur. Yəni iki dənə düzəltmə sifətdir və birləşir, bir dənə mürəkkəb sifət yaratmış olur. Bundan başqa bir sadə və bir düzəltmə sözün birləşməsindən də yaranmış olur. Tutaq ki, ola bilər istiqanlı. İstiqanlı. Burada isti sözü sadə söz, qanlı sözü isə qan isminə l leksik şəkil sartılaraq düzəltmə sifət yaratmış olur. İkisi birlikdə mürəkkəb sifət hesab olunmuş olur. Demək, bundan başqa nə var? Yarana bilir, demək, A və B bitişdiriciləri vasitəsilə. Təbii ki, bununla yarananlar müəyyən sınırlıdır, 4 dənədir. Bunlar, məsəl üçün, olur cürbəcür, cürbəcür ola bilir. Məsələn, növbənöv olur. Növbənöv. Olur rəngbərəng və rəngarəng deyə getmiş olur. Rəng ola bilər. Rəng forması. Yəni 4 dənədir ki, demək, B ilə yaranmış olur. Yəni bunlardan yerdə qalanlar, bu vasitəsilə yarananlar zərf hesab olunmuş olacaq. Amma bunlar isə ancaq sifət hesab olunmuş olur. Bunlar zərf olmurlar. Demək, bunlar nə idi? Bunlar defislə, daha doğrusu bitişik yazılanlar idi. Bundan sonra defislə yazılanlar gəlmiş olur ki, bunlar isə tutaq ki, ola bilər ki, məsələn, eyni sözün təkrarı ilə yaranmış olar. Məsəl üçün, böyük. Bunda deyim ki, məsələn, bu eyni sözün təkrarı ilə yaranan sifətlərdən sonra gələn isim cəmdə olmalıdır. Yəni, məsəl üçün, böyük bina desək yanlış olacaq. Amma böyük binalar desək, bu doğru hesab olunmuş olacaq. Yəni, bunu bilməyimiz vacibdir. Bu bizə qrammatik normada da çox kömək etmiş olacaq. Sonra, məsəl üçün, ola bilər ki, yaxın mənalı və əks mənalı sözlərin birləşməsindən yarana bilər. Məsəl üçün, evli, eşikli, məsəl üçün, ağlı, qaralı. Məsələn, yazaq ki, ağlı, qaralı. Bu nədir? Ağlı, qaralı. Bu əks mənalı sözün köməyi ilə yaranmış olur. Evli, eşikli. Bu nədir? Yaxın mənalı sözün köməyi ilə yaranmış olur ki, biz bunlara da defislə yazılan mürəkkəb sifət demiş oluruq. Sonra, məsələn, qeyri sözünün köməyi ilə yarana bilər. Bu vasitə ilə yarananlar qeyrinə, bu isimlərdə də var idi. Təbii ki, burada sifətlərdə olar. Məsələn, qeyri-adi deyəndə bu sifət hesab olunmuş olacaq. Amma tutaq ki, qeyri-adilik deyəndə isə bu demək isim hesab olunmuş olacaq. Yəni, həm isim, həm də sifət bu yolla mürəkkəb yaranmış olur. Demək, bunlar da mürəkkəblərin yazılışıdır. Yəni, mürəkkəblər nə oldu? İki yolla yazılmış oldu. Bitişik yazılanlar və defislə yazılanlar. Biz bu iki yola əsl mürəkkəblər demiş olduq və onların da necə yaranmasını demiş oldum. Sonra gəlir nə? Sifətin demək dərəcələri, yəni müqayisə dərəcələri. Sifətin dərəcələri dedikdə bu dərəcə 3 yolla yaranmış olur. Bir olacaq adi. İkinci yol olur demək azaltma. Üçüncü yoldakı çoxaltma.
çoxaltma olunmuş olur. Yəni 3 yolla yaranmış olur. Burada adi dərəcənin heç bir morfoloji xüsusiyyəti yoxdur. Yəni adi dərəcə belə deyək də heç bir şəkilçinin köməyi ilə yaranmır. Yəni bunda daha doğrusu şəkilçi olur, amma özünə aid heç bir şəkilçi olmuş olmur. Adi dərəcəyə biz belə deyək, demək, adi dərəcə olan sifətlər normada olan sifətlər hesab olunmuş olur və adi dərəcəyə əsasən də azaltma və demək çoxaltma dərəcəsi müəyyən olunmuş olur. Tutaq ki, ilkin nümunə olaraq deyək, məsələn, yaşıl sözü bu adi dərəcədir, yaşıl. Bundan az hesab olunmuşa, məsəl üçün, tutaq ki, yaşıl təhər. Yaşıl təhərə biz demək buna azaltma deyəcəyik. Çünki adi dərəcədən azdır. Amma tutaq ki, çox yaşıl desək, yaşıl desək, bu isə bu adi dərəcədən çox olmuş olacaq. Yəni adi dərəcənin soluna düşürsə, bu azaltma dərəcəsi hesab olunmuş olur. Yox, adi dərəcədən çox olursa, yəni sağına düşürsə, bu onun belə çoxaltma dərəcəsi hesab olunmuş olur. Biz buna görə də demiş olduq ki, adi dərəcə digər dərəcələrin yaranması üçün meyar rolunu oynayır. Yəni biz adi dərəcəyə görə digər dərəcələri də müəyyən etmiş oluruq. Demək, buradan da demiş olaq, bayaq dedik, bir də deyək. Tutaq ki, 2/4 şəkilçisidir. Demək, dakı şəkilçisidir ki, dakı. Sonra lıq demək, sifət düzəldən şəkilçisidir. Və demək, ivi bir variantlı şəkilçisidir ki, bunlarla yaranan sözlər ancaq adi dərəcədə hesab olunmuş olacaq. Yəni bunlarla yaranan sözləri biz nə çoxaltmada, nə də azaltma dərəcəsində istifadə edə bilmərik. Və digər dərəcəyə uyğun gəlməyən sözləri biz adi dərəcənin üstünə atmış olacağıq. Demək, bundan sonra gəlir nə? Azaltma dərəcəsi. Demək, azaltma dərəcəsi dedik ki, adi dərəcədən demək az olmuş olur. Yəni əlamət və keyfiyyət normadan az olmuş olur. Demək, azaltma dərəcəsinin təbii ki, özünə məxsus demək şəkilçiləri də var, yaranma üsulları da var. Demək, azaltma dərəcəsi 2 üsulla yaranmış olur. Birinci üsula biz morfoloji üsul demiş olduq. Demək, ikinci üsula isə biz demək, sintaktik üsul deyilmiş olur. Morfoloji üsulu şəkilçilər vasitəsilə yaranmış olur. Sintaktik üsul isə demək, sözlər vasitəsilə yaranmış olur. Biz buradan yadımızı saxlayaq ki, məsələn, morfologiyada biz nəyi öyrənmiş oluq? Morfologiya nitq sərdə, yəni şəkilçiləri daha çox biz morfologiyada öyrənmiş oluq. Amma sintaksisdə nə öyrənmiş oluq? Sözləri öyrənmiş oluq, söz birləşmələrini öyrənmiş oluq. Yəni buradan belə yadımızda saxlaya bilərik. Məsələn, morfoloji yolla, yəni şəkilçilər vasitəsilə yaranan azaltmalar hansılardır? Tutaq ki, var ımtıl, yaxud da bu ola bilər, saitlə bitən sözə qoşula bilər ki, formasında demək qoşula bilər. Yaxud ımtıraq, bu ola bilər yenə saitlə başlayanlara, daha doğrusu bitənlərə mıtıraq formasında getmiş olur. Demək, formasında getmiş olur. Sonra buradan biz bundan sonra müəyyən edə bilərik. Məsələn, ımsov var. Imsov. Burası 4-dür. Burada sov şəkilçisində çıxarda bilərik. Burada demək, sov formasında da ola bilər ki, bu sov da var. Yaxud şın var. Şın. Bu da şəkilçi hesab olunmuş olur. Var raq, var rək formasında getmiş ola bilər. Var yanız. Yanız var. Bunlar şəkilçilər vasitəsidir. Yəni burada baxın, yanız da bəniz versə bəniz. Bəniz üz deməkdir. Bu isimdir. Bu azaltma dərəcəsi yaratmır. Demək, bununla yarananlar biz adi dərəcə demiş olduq. Tutaq ki, ımtıl dedik. Buna desək sarımtıl formasına getmiş olur. Demək, formasında getmiş olur. Bu nə oldu? Azaltma dərəcəsi olmuş oldu. Yaxud məsəl üçün deyək ki, sarımtıl, sarımtıraq formasına getmiş olur. Formasına getmiş olur. Yaxud uzun sov. Sov formasına getmiş olur. Yəni bu sovla getmiş olur. Yaxud tutaq ki, göyüm sov, göy. Sözün kökü ımsov şəkilçi formasında
getmiş olur. Yaxud məsəl üçün şın deyərik. Məsələn, qara şın. Burada şın şəkilsi olmuş olur. Yalnız məsəl üçün qara yalnız formasına getmiş olur. Bu da şəkilsidir. Yəni bu azaltma dərəcəsidir. Bu azaltma dərəcəsidir. Amma desək ki, qara bəniz, bu isə bəniz isim olduğu üçün biz bilirik ki, sifət belə dərəcəsi ancaq sifətə qoşulmalı ki, bu dərəcə yaratmış olsun da. Yəni bəniz isimdir deyə bu qara bəniz olacaq adi dərəcə. Adi. Yəni biz buna azaltma dərəcəsi deməyəcəyik. Əgər desək, yanlış etmiş olarıq. Sonra demək, raqrəqi yazaq. Məsəl üçün raqrəqə aid nümunə yaxşıraq, gödərək formasına gedə bilər. Yaxşıraq. Bu raqla olmuş olur. Yaxud gödərək. Burada demək rəklə getmiş olur ki, bunlar nə oldu? Morfoloji yolla yaranmış azaltma dərəcəsi olmuş oldu. Yaxşı, sintaktik yolla yaranmışlar hansılardır? Sintaktik yolla yaranmışlar dedik sözlər vasitəsilə yaranmış olur. Burada az var ki, bu demək sözə ayrı yazılır. Ayrı yazılmış olur. Sonra var ala və açıq. Bunlar var ki, bunlar da demək defislə yazılmış olur. Və təhər kəm var ki, bunlar da ki, bitişik yazılmış olur. Yəni bunların yazılışlarına da diqqət edək. Əgər bu yazılışlar pozulsa, biz onu belə də azaltma dərəcəsi götürməyəcəyik. Yəni burada 3 şərt var da. Bir, yazılışlara diqqət etməliyik. 2 də ki, bunlar sifətlərə qoşulmalıdır ki, biz onlara deyək ki, azaltma dərəcəsidir. Və bu dediyimiz şərtlər uyğun gəlsə də mənaya da baxmalıyıq ki, yəni məna azalırmı? Yəni məna da azalmalı. Amma məsələn elə söz var ki, tutaq ki, burada ala açıq məsələn sözlər var ki, məsələn sözə qoşulanda bu azalmaz da mənanı daha qüvvətləndirə bilər. Bu zaman biz ona azaltma deməyəcəyik, çoxaltma demiş olacaq. İndi nümunə ilə gəlmiş oluq. Tutaq ki, az sözünə desək, az dediyi ayrı yazılır. Tutaq ki, az şirin. Şirin demiş olduq. Demək, burada nədir? Bu şirin normadır, amma az şirin deyəndə isə demək, azaltma dərəcəsi hesab olunmuş olur və ayrı yazılmış olur. Sonra ala açıq dedik. Tutaq ki, ala tutaq ki, demək, ala ilə. Məsəl üçün, deyək ki, alaçı, ala yarımçıq, alaçı forması. Məsələn, çi adi dərəcədir, amma alaçı deyəndə isə, yəni bu tam bişməmiş mənasını ifadə eləmiş olur və azaltma dərəcəsi olmuş olur. Yəni burada görürük ki, çi sifətdir və ala da ona qoşulub, defislə yazılıb. Və burada nə olmuş oldu? Burada azaltma dərəcəsi yaratmış oldu. Yaxud açıq sarı forması. Sarı nə idi? Sarı adi dərəcə idi. Amma açıq sarı deyəndə isə o sarının belə də rəngin azaltmış olur. Bu azaltma dərəcəsi hesab olunmuş olur. Sonra var nə? Təhərkəm isə bitişik yazılmış olur. Məsəl üçün şirin təhər. Təhər. Yəni şirin nədir? Sifət adi dərəcədir və şirin təhər bitişik yazılmış olur. Azaltma dərəcəsi hesab olunmuş olur. Yaxud kəmdəki məsəl üçün kəm şirin formasına getmiş olur. Yenə şirin adi idi, amma kəm şirin deyəndə o şirini azaltmış olur. Yəni tam şirin deyil. Azaltma dərəcəsində istifadə olunmuş olur. Burada bunların quruluşlarında deyim ki, yəni bu belə deyək də azla yarananlarda burada sifət hissəsi bu hissədir deyə, yəni sifətin belə quruluşun bura baxaraq müəyyən etmiş oluq. Yəni buna görə sifətin quruluşunu müəyyən eləmir. Yəni burada tutaq ki, az şirində şirin görürük ki, nədir? Demək sadədir. Demək bu sadədir. Amma tutaq ki, bu 4 yolla yarananlar isə bunlar söz olduğuna görə, yəni söz olduğuna, sintaktik yolla yarandığına görə, bunlar isə istənilən məqamda nə qalmış olur? Bu sifətin quruluşunun mürəkkəb sifətlər hesab olunmuş olur bu yolla yarananlar. Sonra demək gəlir nə? Çoxaltma dərəcəsi. Və burada bir də bunu deyim ki, tutaq ki, burada belə də ala açıq sözləri var idi ki, bunlar dedik ki, sifətə qoşulmalıdır. Sifətin belə ki, məna cəhətdən sözü azaltmalıdır. Defislə yazılmalıdır ki, bunlar sifət hesab olunmuş olsun. Məsələn, burada açıq aşkar sözü var. Aşkar. Açıq aşkar sözü var. Sonra açıq aydın sözü var. Açıq aydın. Düzdür, bunlar məsələn baxsaq, məsələn aşkar necə, aydın necə sifətdirlər.
Yazılışı da düz yazılıb, defislə yazılıb. Yəni uyğundur. Amma mənaya da bir diqqət eləmək lazımdır ki, məsələn, açıq aşkarda aşkar məsələn ad dərəcədədir. Açıq aşkar deyəndə onsuz da bu açıq idi. Tutaq ki, açıq aşkar deyəndə bunun elə mənasını azaltmır da, sanki bunun mənasını gücləndirmiş olur. Yəni çox aşkar mənası ifadə eləmiş olur. Məsələn, aydın deyəndə tutaq ki, bu ad dərəcədə. Amma deyəndə ki, açıq aydın, yəni bu bunu azaltmır mənanı, daha qüvvətləndirir. Yəni çox aydın mənası ifadə eləmiş olur. Yəni bu ona görə məna uyğunsuzluğu yarandığına görə bunlar nə olmuş olur? Adi dərəcə hesab olunmuş olur. Sonra məsəl üçün açıq fikirli məsələn ifadəsi var ki, tutaq ki, bu nə idi? Məsələn, defislə yazılmalıdır da bizdə sifət olanda. Amma bu açıq fikirli sözü bitişik yazılır. Bitişik yazıldığına görə bu nə hesab olmuş olacaq? Adi dərəcə hesab olunmuş olacaq. Yaxud bundan başqa ifadələr də gətirə bilər ki, məsəl üçün açıq xasiyyətli demək ifadəsi də gətirə bilər ki, məsəl üçün açıq xasiyyətli ifadəsidir. Burada da görsək ki, nədir? Burada da bitişik yazılmış olur. Yəni defislə yazılmadığına görə bunlara nə demiş oluruq? Bunlara adi dərəcə demiş oluruq. Demək, çoxaltma dərəcəsində isə demək bu da iki yolla yaranmış olur. Birincisi morfoloji yolla, ikincisi isə demək sintaktik yolla. Sintaktik üsulla yaranmış olur. Demək, morfoloji yolla yarananda bu demək yarana bilər cacə ədatı vasitəsilə yarana bilər. Məsəl üçün körpəcə. Burada körpəcə deyəndə nədir? Burada biz çoxaltma dərəcəsi hesab olunmuş olacaq. Bunu bəzən yoldaşlar elə hesab edir ki, yəni körpəcə deyəndə bu belə də azaltmış olur. Xeyr, burada körpəcə deyəndə yəni onun çox körpə olduğunu ifadə eləmiş olur. Yəni buradakı cacə ədatdır və onun belə də çox körpə olduğunu ifadə eləmiş olur. Yaxud məsəl üçün xırdaca. Xırdaca deyəndə məsələn onun belə də çox xırda olduğunu ifadə eləmiş olur. Yəni bu onun çoxaltma dərəcəsi hesab olunmuş olur. Sonra yaranır demək m, p, r və s samitləri vasitəsilə yaranmış olur ki, bu da sözün belə də ilk hecasını götürürsən və bunlarla demək bunları qoyaraq birləşdirmiş olursan. Məsələn, tutaq ki, götürək qırmızı sözünü götürək. Bunun q hissəsini götürürsən, yazsan bura. Bu samitlərdən birini alırsan. Məsələn, p-ni artırırıq, qıpqırmızı. Qıpqırmızı. Bu nə oldu? Çoxaltma dərəcəsi olmuş oldu. Yaxud sarı ifadəsini götürsən, bunun sa hissəsini götürürsən, yazsan əvvələ. Bunlardan birini alırsan, sap sarı. Yaxud deyirəm ki, yaşıl ifadəsinin ya hissəsini götürürsən, bunlardan birini alırsan, uyğun gələni. Məsələn, yam yaşıl. Bunlar nədir? Çoxaltma dərəcəsi hesab olunmuş olur. Sonra burada bir də var, demək, appaq ünsürü var ki, demək, appaq ünsürü. Bu da ki, məsəl üçün, ağ sözünə qoşulur. Məsəl üçün, yazıram, ağ appaq. Bu da nədir? Morfoloji yolla yaranmış olur. Demək, morfoloji yolla yaranmış nə oldu? 3 dənə olmuş oldu. Demək, birincisi nə oldu? Caidatının köməyi ilə. İkincisi, demək, m pırısının köməyi ilə. Üçüncüsü də ki, appaq ünsürünün köməyi ilə yaranmış oldu ki, biz bunlara sifətin çoxaltma dərəcəsi demiş olduq. Bundan sonra gəlir nə? Sintaktik üsulla. Sintaktik üsulla da təbii ki, sözlər və ədatlar vasitəsilə yaranmış olur. Məsələn, burada ədatlar deyəndə, məsələn, qüvvətləndirici ədatlardan istifadə olunur. Təbii ki, qüvvətləndirici ədatlar hamısından yox, hamısından istifadə olunmur, müəyyənlərindən. Tutaq ki, çox, ən, lap, daha, məsələn, ola bilər, olduqca. Yəni, bunlardan istifadə olunmuş olur ki, yəni bunlar vasitəsilə çoxaltma dərəcəsini yaratmaq olunur. Məsələn, deyirəm ki, dadlı, məsəl üçün, çox dadlı, nə bilim, olduqca dadlı, lap dadlı, ən dadlı formasında istifadə eləmiş olduq. Məsəl üçün, savadlı, məsələn, deyirəm ki, çox savadlı, məsələn, lap savadlı formasında istifadə eləmiş olduq ki, biz buna nə demiş olacaq? Çoxaltma dərəcəsi demiş oluruq. Sonra bundan başqa bəzi sözlər var ki, zil sözüdür, düm sözüdür və tünd sözüdür. Tünd sözüdür. Bu 3 dənə sözdür. Bu zil ayrı yazılmış olur. Ayrı. Düm sözü bitişik yazılır. Bitişik. Demək, tünd söz isə defislə yazılmış olur. Defislə yazılmış olur. Yəni 3 sözdür. Hərəsi də ayrı cür yazılır. Məsəl üçün deyirəm, zil qara. Zil qara kimi getmiş olur. Bu çoxaltma dərəcəsidir. Yaxud düm sözü bitişik yazılır dedik. Məsəl üçün,
Dümağ formasına gelir. Tünd sözdə defslə yazılır. Məsəl üçün tünd qara formasında getmiş olur. Demək bunların quruluşuna baxası olsaq, yenə demək burada quruluş deyəndə bu hissəyə baxmış oluruq. Çünki bu ikisi birlikdə söz birləşməsidir. Yəni tutaq ki, bu hissə sadədirsə biz buna sadə demiş olduq. Düzəltməzsə düzəltmə demiş olduq. Burada isə bu iki sözdə isə bütöv baxmış olduq. Bunlar isə həmişə nə olmuş olur? Mürəkkəb. Mürəkkəb olmuş olur. Balaca sözü var. Balaca. Biz bunu deməyəcək ki, bala bir, ca birdir. Yəni bunu belə parçalamayacağıq. Yəni canı biz ədat kimi verməyəcəyik. Hamısı bir yerdə bir kök hesab olunmuş olacaq və bu adi dərəcə hesab olunur. Sonra məsəl üçün bumbuz sözü var. Bumbuz. Burada buz isim olduğuna görə bumbuz ikisi bir yerdə adi dərəcə hesab olunmuş olacaq. Adi. Sonra büsbütün ifadəsi var. Büsbütün. Bu da tez-tez qarışdırılan bir ifadədir. Bunu yadımıza saxlayaq ki, bu sifət deyil. Bu zərfdir, zərf. Büsbütün zərfdir. Demək, bundan başqa, məsələn, demək, açıqla yarananlar dedik. Allah sözü ilə də yarananlar var ki, məsəl üçün, deyək ki, məsələn, alabula ifadəsi var. Bula. Yəni, bu alabula sözüdür. Sonra alagöz sözüdür ki, alagöz. Bu alagöz göz isimə qoşulduğuna görə bu adi dərəcədir, adi. Alabulada məsələn bulah deyə ifadə olmadığına görə bu da adi dərəcə hesab olunmuş olur. Yəni biz bunlara adi dərəcə demiş olacağıq. Demək, sifət haqqında ümumi bu qədər. Bir də sifətin isimləşməsi var ki, biz burada belə deyək də, sifət isimləşdikdə belə deyək, özünə aid bəzi xüsusiyyətləri itirir və bəzi xüsusiyyətləri saxlayır və bir də isimə aid xüsusiyyətləri qazanmış olur. Bunlara baxmış olaq. Məsələn, itirdiyi xüsusiyyətlər. Bunlar hansılardır? Məsəl üçün, əlamət, sonra keyfiyyət. Və bu əlamət və keyfiyyət bildirmə xüsusiyyətini itirmiş olur. Yəni, bu iki xüsusiyyəti itirmiş olur. Sonra, tutaq ki, necə, nə cür və hansı suallara cavab vermə xüsusiyyətini itirmiş olur. Sonra, cümlədə təyin olmaq xüsusiyyətini, yəni təyin olmaq xüsusiyyətini itirmiş olur. Yəni, bu xüsusiyyətləri itirir. Yaxşı, hansı xüsusiyyəti bə saxlayır? Saxladığı xüsusiyyət isə dərəcə bildirməkdir. Dərəcə bildirmək. Yəni, bu dərəcə bildirdikdə, belə də dərəcə bildirməyi, yəni çoxaltma dərəcə bildirməsi, azaltma dərəcə bildirməsi, ad dərəcə bildirməsi, yəni bu isimləşsə də yenə dərəcə bildirməyi saxlayacaq. Yəni, bunu itirmiş olmur. Məsəl üçün, nə etdim, dərdim. Nəyi dərdim? Meyvənin qıpqırmızılarını dərdim. Burada qıpqırmızıların ifadəsi isimləşmişdir. Amma isimləşsə də qıpqırmızı nədir? Çoxaltma dərəcəsi olaraq qalmış olur. Yəni, bu qıpqırmızı ifadəsi çoxaltmadır. Sonra, demək, yaxşı, bir də ki, məsəl üçün, isimləşəndə hansı xüsusiyyətləri qazanır? Yəni, qazandığı xüsusiyyətlər təbii ki, isimə aid olan xüsusiyyətlər olacaq. Yəni, burada kim, nə sualına cavab vermə xüsusiyyətini qazanmış olur. Sonra, məsəl üçün, qazandığı xüsusiyyət, məsələn, mübtəda, sonra tamamlıq kimi işlənmə xüsusiyyətlərini qazanmış olur. Sonra, məsələn, cəmlənmək, məsəl üçün, hallanmaq xüsusiyyətini qazanmış olur. Sonra, mənsubiyyət şəkilçisi qəbul etmək xüsusiyyətini qazanmış olur. Yəni, bu xüsusiyyətləri də qazanır. Yəni, burada belə deyək də, özünə aidləri itirir, bir dənə saxladığı dərəcə bildirmə xüsusiyyətdir. Amma isimə aid olanlarda ismin nə xüsusiyyətləri var? Təbii ki, hamısı yox. Bəzi xüsusiyyətlərində, yəni bu yazılan xüsusiyyətlərdə qazanmış olur. Məsələn, burada həm də özündən sonra gələn ismi itirdikdə isimləşmiş orada. Tutaq ki, deyirəm ki, qoca insanlar gəldi. Nə etdi? Gəldi. Kim gəldi? İnsanlar. Necə insanlar? Hansı insanlar? Qoca insanlar gəldi. Burada görsək ki, qoca sözü öz sualına cavab verdi və isimləşmədi. Demək, mən buradan ismi itirsəm, məsələn, insanlar ismi itirsəm, buradakı qoca sözü isimləşmiş olacaq. Tutaq ki, deyirəm, qoca gəldi.
Nə etdi? Gəldi. Kim gəldi? Qoca gəldi. Bax burada qoca nə sualına cavab verdi? Kim sualına cavab verdi? Və nə oldu? İsimləşmiş oldu. Yəni biz buna morfoloji baxımdan bu nədir? Sifətdir. Sifət. Yəni nitq hissəsi olaraq qoca sözü sifətdir. Amma bu sintaktik baxımdan nədir? İsimləşmiş olur. İsimləşmiş olur.